Demişlər prostata. Prostat büyümez. Deməli, əmini qorxutmuşdular. Prostatın bengin hiperplaziyası demişlər ki, böyük hiperplaziya. 54 yaş var. Prostatın ən böyük ölçüsü 25'e kadar olmalıdır. Bax, bu əminin prostat vəzi şabaldı formada. Bax, burada fibroz sahə və tək bir kalsinat. Mən keçirəm, bu frontal baxışdır. Keçirəm mən sagital baxışa. Bax, bu sagital baxışdır. Bunlar bir-biri ilə uyğunlaşdırılıb sonra vəzi çıxarılmalıdır həcmi. Frontal baxışda 44, 35, 26 prostat vəzdə hiperplaziya yoxdur. Prostat vəzi yaşa uyğundur. Prostat vəzdə sadəcə var kalsinat və fibroz sahə. Bu da siz yəqin ki, oturaq həyat tərzi keçirdiniz, eləmi? Yəni xəstəni qorxudub, təşvişə salıb, prostat vəzi adı ilə gəlib. Amma nə yaxşı ki, gəlib, xəstədə böyrək kariyer çıxdı, böyrək bərbad çıxdı, yüksək hipertenziya xəstəliyi çıxdı. Hazırda ölçdüyüm 200'ün 140 idi, amma vaxtı ilə 200 neçənin olub? 290. 290'la da insult geçirdi.